Heç olub ki, kiməsə borc vermisiniz, amma geri ala bilməmisiniz və bu gələn ay illərlə uzanır. İndi təsəvvür edin, borc verirsiniz, amma rəsmi müqavilə ilə. Və elə belə də olmalıdır. Statistikaya görə rəsmi sənədi olan borclar daha tez və daha çox hallarda geri qaytarılır. Amerikalı hüquqi platforma Rocketliver'ın araşdırmalarına görə sənədli borclar sənədsiz borclara nisbətən 4-5 dəfə daha çox geri qaytarılır. Üstəlik, belə halların 90%-də məhkəmə çəkişməsinə ehtiyac qalmır. Çünki sadəcə sənədin mövcudluğu belə qarşı tərəfdə məsuliyyət hissini artırır. Bu faktdır. Əvvəllər borc müqaviləsini hazırlamaq üçün tərəflər görüşməli, sənəd yazmalı, çap etməli, imzalamalı və təsdiqləməli idilər. İndi isə bütün bu proses AnyDoc mobil tətbiqində cəmi 5 dəqiqə vaxt aparır. Mobil tətbiqi yüklüyürsünüz, qeydiyyatdan keçirsiniz, müqavilə şablonunu seçirsiniz və məlumatları doldurursunuz. Tərəflər sənədi təsdiqləyir və simma imza ilə imzalayır. Borc müqaviləsi ilə yanaşı xidmət, icarə, lizinq və digər hüquqi sənədlər də artıq AnyDocda mövcuddur. Bütün sənədlər simma imza ilə imzalandıqdan sonra rəsmi hüquqi status daşıyır. Unutmayın, borc verirsinizsə müqavilə ilə özünüzü sığortalayın.